Əfra radiyallahu anha. Əfra radiyallahu anha İslam tarixində qızıl hərflərlə yazılmış bir ana, həmçinin şəhid övladlar bəxş edən fədakar bir qadındır. O Bədir döyüşündə iki oğlunu Muaz və Muavviz ibn Əfra Allah Rəsulunun yolunda döyüşməyə yolladı. Onların tərbiyəsi, cəsarəti və imanla dolu ürəkləri İslam tarixində silinməz iz buraxdı. Əfra ana və oğulları Muaz və Muavviz. Əfra radiyallahu anha bir gün oğullarını qarşısına aldı və onlara dedi: "Ey oğullarım, Resulullah sallallahu aleyhi və səlləm Məkkədə təhqir olunur, döyülür, haqq yerdə ayaqlanır. Sizin döyüşməyə gücünüz çatacaq qədər böyüksünüz. Əgər onu qorumaq üçün can vermirsinizsə, bu ananız üçün ayıbdır." Onlar dedilər: "Anacan, biz Resulullah sallallahu aleyhi və səlləmin uğrunda canımızı verməyə belə hazırıq." Bədir döyüşündə Əbu Cəhlin izi ilə Bədir günü başlamışdı. Əbu Cəhl Resulullah sallallahu aleyhi və səlləmin ən amansız düşməni, İslamın ən qatı zalımı, meydanlarda ərəblərə təkəbbürlə "Mən kiməm?" deyirdi. Muaz və Muavviz balaca yaşda olmalarına baxmayaraq silahla silahlanıb düşmən sıralarına girdilər. Onlar Əbu Cəhlin yerini soruşdular. Bir sahabə təəccüblə soruşdu: "Nə edəcəksiniz? Siz hələ uşaqsınız." Onlar dedilər: "Biz onu Resulullah'a etdiklərinə görə öldürmək istəyirik. Anamız bizə belə öyrədib." Əbu Cəhlin öldürülməsi. Nəhayət Əbu Cəhlin yerini öyrəndilər. Muaz ibn Əfra arxadan Əbu Cəhlə şiddətli bir zərbə indirdi və onu atından saldı. Ardınca Muavviz ibn Əfra ona hücum etdi. Onun cəsədi yerə sərildi, amma hələ can verirdi. Sonra Abdullah ibn Məsud radiyallahu anhu gəlib Əbu Cəhlin boynunu vurdu. Resulullah sallallahu aleyhi və səlləm bu xəbəri eşidəndə iki gənc şücaət sahibinin adını soruşdu və onların Əfranın oğulları olduğunu eşidəndə gözləri doldu. Əfra radiyallahu anha bir ana kimi övladlarına necə tərbiyə verirdi? Cəsarət, düşməndən qorxmayın, Allahdan qorxun deyirdi. İman, canınız Resulullah'a fəda olsun. Bu dünyada nə qədər yaşasanız da əbədi olmayacaq deyirdi. Qürur, əgər oğullarım bu yolda şəhid olmazsa, mən ana adını haqq etməmiş olaram deyirdi. İbrət olaraq, ana kimi Əfra, oğullarına güc yox, ruh verdiyi üçün tarixə düşdü. Oğulları şəhid oldu, amma əsl şəhid yetişdirən ananın adı da əbədiyyətə yazıldı. Bu rəvayət sadəcə bir tarix deyil, imanı oynadan bir nəfəs, ruhu dirildən bir aydınlıqdır. Əfra kimi analar və onların imanla yoğrulmuş övladları bizə göstərir ki, bir ana tərbiyəsi bütöv bir ümmətin talihini dəyişə bilər.